Elvan müəllim, Amerika Birləşmiş Ştatlarının həyata keçirdiyi son günlərdəki siyasət kifayət qədər maraqlıdır və eyni zamanda müzakirələrə səbəb olub. Qrenlandiyanı almaq istəyir və qeyd edib ki, biz hətta lazım olarsa hərbi gücdən istifadə edə bilərik, amma buna düşünür ki, Trump ehtiyac olmayacaq. Necə düşünürsünüz? Ehtiyac olacaq ya yox? Çünki Qrenlandiyanın baş naziri deyir ki, heç bir formada Amerika Birləşmiş Ştatlarının bir parçası olmayacaq. Haqlısınız, indi aprel ayının 20-sində Donald Trump'ın prezidentlik fəaliyyətinə başlamasına 3 ay tamam olacaq. Və artıq bu 3 ayı və dalıca da ilk 100 günlük ilə bağlı fikirlər səslənməkdədir və əsas mövqeyi odur ki, Donald Trump qısa müddət ərzində bir çox prezidentlərin dözlərini etmədiyini artıq edə bilib. Və xüsusilə də onun kəskin bəyanatları fonunda, düzdür, hələ konkret əməl addımlar və onun təsdiqi yoxdur. Amma elə bəyanatlarla çıxış edib ki, sizin indi Qrenlandiya ilə bağlı dediyiniz məsələ, Panama ilə bağlı, Panama kanalı ilə bağlı, Meksika ilə bağlı, bunlar çox ciddi deməli məsələlərdir. Eyni zamanda İranla bağlı Trump'ın son bəyanatı və çox kəskin bəyanatı. Bütün bunlar öz yerində, amma indi növbətçi mən sizə söyləyeyim, bu ümumiyyətlə bir şok effekt yaradıb dünyada. Bu da onunla bağlıdır ki, Birləşmiş Ştatların Donald Trump 47-ci prezidenti. İlk prezidenti George Washington'dur və o qeyri-rəsmi bir vəsiyyət kimi eləyib ki, bax mən 2 dəfə prezident oldum, 2 dəfədən çox prezident olmaq istəmirəm. Və bu qayda ta davam eləyib 1944-cü ilə qədər. Yəni ortada qanun yox, amma hamı bu vəsiyyətə əməl eləyir. 1944-cü ildə, 1944-cü ildə Franklin Delano Roosevelt 4 dəfə prezident seçildikdən sonra, 4-cü dəfə seçildikdən sonra Konstitusiyaya 22-ci düzəliş oldu. Yəni 1944-cü il Konstitusiyaya 22-ci düzəlişdən sonra Birləşmiş Ştatlarda prezidentin 2 dəfədən çox prezident seçilmə səlahiyyəti yoxdur. Lakin bu günlərdə Donald Trump belə bir bəyanatla çıxış etdi. Müsahibəsinə qeyd etdi ki, artıq bu bir ictimai sifarişdir. Onun seçiciləri bunu tələb edirlər ki, Donald Trump 3-cü dəfə belə namizədliyini versin. Hələ 90 yaşına qədər. Belə baxsanız, yəni qanun buna mane olur. Amma belə bir ifadə də işlədim ki, bunun üçün vasitələr, imkanlar var, amma hansı vasitə və imkanlar olduğunu söyləməyib. İndi aslında başlandırırlar ki, o nəyi nəzərdə tutur və ən çox ehtimal olunan budur ki, Vance vitse-prezident olur prezident, bu isə olur vitse-prezident, sonra Vance səlahiyyətini imtina edir, istifaya gedir və yerinə avtomatik Trump gəlir. Hətta buna qədər dünyanı təcrübələndirə biləcək addımlar və Qrenlandiyadan da bu kontekstə baxmaq olar və mənə elə gəlir ki, Trump o qədər israrlıdır məsələlərdə və əgər bu sözləri deyibsə, bu mövqeyini ifadə edibsə, o geri çəkiləcəyi təqdirdə, dediyi o mövqeyləri müdafiə edə bilməyəcəyi təqdirdə, Qrenlandiya ilə bağlı bu cür kəskin məsələləri qoyub, lakin heç bir addım atmayacağı təqdirdə, onun da dediyimiz həm 3-cü dəfə seçilmə perspektivləri ümumiyyətlə onun sözünü kəsər olmayacaq. Ona görə də Trump'ın söylədiyi fikirlərə buna elə belə baxmaq olmaz. Heç şübhəsiz ki, bunlar hamısı ölçülüb, biçilmiş mövqelərdir və yəqin ki, bunların konkret nəticələri də olacaq.